Ramazan ayı, yəni bu Şaban ayının son cüməsidir. Eşitmişsiniz, Peyğəmbər çıxır minbərə və Ramazan ayının gəlişi haqqında danışır. Yəni mühüm bir hadisə gəlir. O xutbə tarixdə qalıb, Şəbaniyyə xutbəsi kimi. Xutbə tarixdə qeyd olunub. Peyğəmbər çıxır minbərə, yəni insanları xatırladır ki, böyük hadisə gəlir qarşıdan. Yəni elə belə deyir ki, məsələn, ayları dəyişdi, indi növbə çatdı Ramazan ayına, oruç tutacaq. Xeyr, Peyğəmbər çıxır, deyir, yəni böyük bir hadisə ilə qarşılaşırsınız. Mühüm hadisə gəlir qarşıdan. Ya eyyuhənnas, ey insanlar, qəd əqbələ iləykum şəhrullah. Allah ayı sizə tərəf gəlir. Bu elə belə ay deyil. Allah ayıdır, özdə əlboş gəlmir. Bil bərəkəti və rəhməti və məğfirə. Özü ilə bərəkət gətirir, rəhmət gətirir, məğfirət gətirir. Peyğəmbər minbərə çıxır və insanlara xatırladır və şəhrun buyurur, şəhrun dueytum fihi ila ziyafətillah. Bu bütün Allahı sevən insanların ürəyinə məlhəmdir bu söz. Buyurur, şəhrun dueytum fihi ila ziyafətillah. Bu belə bir aydır ki, hamınız Allaha qonaq olacaqsınız. Allah qonaqlığı başlanır. Allah süfrə açır, hamınızı qonaq dəvət eləyir. Bu qonaqlıq oruç tutanlara qismətdir. Bir də oruc niyyətində olub səhhəti imkan verməyən adamlar. Bunlar da elə oruç tutan kimidir. Niyyətində orucdur, tutmaq istəyir, amma həkim deyir olmaz. Xəstəliyinə ziyan var. Bunlar da narahat olmasınlar. Bu insanlar da vəzifəsinə əməl eləyir. Elə Allaha bəndəlik eləyir oruç tutmamaqla. Çünki birini Allah tut vacib buyurubsa, xəstəyə Allah deyir tutma. Bu da Allahın sözünə baxır oruç tutmur deyə. O da elə oruç tutan kimidir. O da Allahın hökmünü icra eləyir. Amma o adamlar ki, heç bir üzrü olmadan orucu pozur, tutmur, yiyir, içir, gəzir, özü üçün ki, çətindir, yayın vaxtıdır, nə oruc, nə filan. Bu insanlar o ziyafətə dəvət almadılar, o ziyafətdə iştirak eləmədilər. Amma oruc tutanlar hər biri və oruc niyyətində olub, üzürlü səbəbdən orucu tərk edənlər hamısı bu ziyafətdədirlər, özünü bu qonaqlıqda hiss eləsinlər. Ramazan ayı fürsətdir bizlər üçün, mənəviyyatı dadmaq üçün. Bilirsiniz, biz insanların, mənim kimi insanların xəbərimiz yoxdur. Allah dostları nə hallar yaşayır. Allaha yaxın olmaq nədir? Biz bunu eşidirik, mən eşidirəm, oxuyuram, danışıram, amma başa düşmürəm. Heç dada bilmirəm ki, insanın Allaha yaxın olması necə bir haldır, necə bir mənəvi vəziyyətdir. Bu ayda qəribəsi bundadır, gözəlliyi də bundadır. Allah qapını hamı üçün açır. Məhrəm, naməhrəmin hamısını buraxır içəri. Adi vaxtlarda Allah dərgahının qürbətində, yaxınlığında ancaq məhrəmlərdir. Allahın sirrinin məhrəmləri, Allahın xüsusi adamları o dərgaha həmişə qonaqdılar, onlara fərqi yoxdur. Amma mənim kimilər o dərgahdan uzağıq. Ramazan ayının fərqi budur ki, Allah qapını açır deyir, bu bir ayda məhrəm, naməhrəm hamısı gəlsin. Məhrəm, naməhrəm bu cinsi mənada yox, sirlərin məhrəmindən danışıram. Yəni bu qapını aşina olan da, olmayan da, pis də, yaxşı da ildə bir dəfə Allah qapını açır, hamını buraxır içəri. Təsəvvür edirsiniz? İlin başqa vaxtlarında ancaq xüsusi qonaqları var Allahın. Onlar zəhmətlə gəlib o dərəcələr çatıblar. Bu ayda isə Allah yaxşını, pisi, hamının üzünə qapını açır, hamımızı buraxır öz dərgahına, özünə qonaq gedirir. Və bizə fürsət verir ki, bağışlayın sizə, təhqir olar, özümə deyirəm, fürsət verir ki, insan kimi yaşamaq nədir, bir dəfə özüm insan başa düşsün. Bu təhqir deyil, doğrudan da insaniyyət böyük bir məfhumdur. Hər iki ayaq üstə gəzən adama insan deməzlər. Əllamə Təbətəbayinin bir gözəl fikri vardı, deyirdi, insan dünyaya gələndə insan deyil, hələ insan ola bilər. İnsan olmaq istedadı olan bir varlıq. Ya insan olacaq, ya olmayacaq, sual altındadır. İnsan dünyaya gəlib demə, insan dünyaya gəldi. Dinən elə bir varlıq dünyaya gəlib ki, insan ola bilər, istəsə. İstəməsi olmayacaq. Və bu insaniyyəti dadmaq üçün ildə bir dəfə Allah bizə fürsət verir. Qapını açır, hamımızı buraxır içəri. Allah Ramazan ayında həm də bilirsiniz nəyi çatdırır bizə? Öz mərhəmətini çatdırır ki, mən sizin fikrinizdəyəm, naümid olmayın. Yəni mən sizin fikrinizi çəkirəm. Diqqətim sizdədir.
Çünki günahlar bizi ondan ümidsiz eləyə bilər. Amma Ramazan ayında Allah xatırladır ki, mən sizin dərd üzdəyəm, sizin fikir üzdəyəm. Naumid olmayın. Mən sizə nəzər eləyirəm. Cuiltum fihi, Peyğəmbər buyurur. Min əhli kəramətillah. Kəramət əhlindənsiniz bu ayda. Hamınız kəramətli insanlarsınız. Çünki Allahın qonağısınız. Allah çox gözləyir ki, biz gələk onun qapısına, biz getmirik. İl ərzində gözləyir. Çox gözləyir, getmirik. Axırda təkidlə çağırır, əlimizdən tutur, salır evinin içinə. Bu orucun mənası budur. Özümüzə qalsa getmirik. Ramazan ayında öz əlimizdən tutur, dartır, salır evinə. Evi deyəndə mən məcazi deyirəm, mənəvi baxımdan onun dərgahına, ona yönəlirik. Ki, bəlkə bu xoş xatirə ki, qalacaq Ramazan ayından, bəlkə başqa aylarda bizi təşviq eləsin, biz də mənəviyyata tərəf gedək, haqqa tərəf gedək. Allah Ramazan ayında öz məqamını bizə göstərir. Allah çox rəhəmlidir, amma biz hamımız onu hiss eləmirik. Ramazan ayında yağış kimi rəhmətini yağdırır göydən ki, hamımız o rəhməti öz üzərimizdə hiss eləyək. Etiraf eləyərsiniz, axı bəzi hallar var, dilə gəlmir axı deyəsən belədir. Oruç tutan adamlar ki, neçə əldə tutur, təsdiq eləyərlər ki, qəribə bir hal olur. Oruç tutanlar, qəribə bir. Elə bil ki, bir aylıq bir alim deyirdi, özü də mötəbər alimdir. Çox dəyər verirəm onun sözünə. Deyirdi ki, Ramazan ayı cənnətdə yaşayır insan bir mənada. Yəni cənnətin bir güşəsidir. Doğrudan da belədir. İnsan elə bil ki, bir aylıq qopur gedir, başqa bir aləmə düşür. Orada Allah feyzini çatdırır insana. İnsan o ləzzətləri dadır, sonra təzədən qayıdır. Heç olmasa bu xoş xatirə ki, bu bir ay oradaydı, onu sonra vadar eləsin, həvəsləndirsin. Ki, doğrudan da keyf içindədirlər Allaha bəndə olanlar. Ramazan ayı bu hissi insana çatdırır. Allah öz rəhmətini yağış kimi insanlara yağdırır. Ənfasukum fihi təsbih. Nəfəssüz, bundan artıq nə desin? Nəfəssüz təsbihdir. Yəni ay indi görsənən kimi, ay artıq çıxdı. Ay, Şəvval ayı doğana qədər nəfəs alıb verirsən, heç eləmirsən. Nəfəs almaq zəruri ehtiyacdır. Nəfəssüzə təsbih savabı yazır. İstəyirsən ki, yorulmusan, yatasan, deyir, navmukum fihi ibadə. Yuxuvuz bu ayda ibadətdir. Yuxuvuz ibadətdir, nəfəssüz təsbihdir. Allah özünü bizim yadımıza salır. Allah özünü bizim yadımıza salır. Çalışır ki, bütün başımıza gələn bəlalar, mən bunu çox demişəm, bir şeydəndir ki, biz yaddan çıxardırıq ki, Allah var. Namaz qılsaq da, yaddan çıxardırıq. Allah Ramazan ayında bizə özünü yada salır ki, mən varam və özünü bizə sevdirir. Qəlbləri ovlamaq üçündür Ramazan ayı. Amma qəribə bir şeydir ki, Allahın məhəbbətə ehtiyacı yoxdur. Biz onu sevəndə nə olur ki ona? O bilir ki, bizim qəlbimizin bu məhəbbətə ehtiyacı var. Biz xoşbəxt olacaq, onu sevə bilsək. Allah hey çalışır özünü bizə sevdirsin, biz onu arxa çevirib gedirik. Vallah belədir. Çoxumuz beləyik. Allah hey çalışır sevdirsin, mənə tərəf gəlin, mənə diqqət eləyin, mən deyir ki, bilir ki, bizim yeganə nicatımız oradadır. Biz həyatın ləzzətini onda dada bilərik ki, onunla dost olaq. Allah deyir, gəlin dostlaşaq, sizə elə bir həyat bəxş eləyim ki, özünüz də heyran qalasınız. Həyatınızın şirinliyinə, gözəlliyinə. Görür, alınmır, bəla göndərir, biraz ayılırıq, təzdən işimiz düzəlir, yenə getdik. Qalıb necə bizi çəksin? Çünki bilir ki, xoşbəxtliyimiz ondadır, ona yönəlməkdədir. Ramazan ayında da özünü bizim yadımıza salır, özünü bizə sevdirir. Biraz maddiyyatın səs-küyündən ayrılaq bu ayda. Biraz özümüzə qayıdaq, özümüzə gələk. Ona bağlanaq. Birinci xutbədə dediyim kimi, hər şeydən qopaq, ona bağlanaq. Bir, qəlbimizin simini ona vəsl edək, ona birləşdirək. Qırılmaqdır oruc başdan ayağa. Mən bunu keçən illərdə demişəm, bütün ibadətlər içində bir dənə orucdur. Orucdan başqa ikinci ibadət tapa bilməzsiniz ki, orucda əmr yoxdur. Bilirsiniz? Keçən illər bunu demişəm. Orucda elə sözü yoxdur, eləmə sözü var.
Müstəhəb sözlər var, Quran oxu, bunlar müstəhəbdir. Oruc nə deməkdir? Oruc yəni bunu eləmə, onu eləmə, bunu eləmə. Oruc etmədən ibarətdir, tərkdən ibarətdir. Oruc bir qayçıdır ki, bizi qopardır hər şeydən. Orucun özünə məxsusluğu bundadır. Başqa ikinci belə bir ibadət yoxdur. Oruc ancaq tərkdən ibarətdir, qopmaqdan ibarətdir. Orucun gözəlliklərindən biri də budur ki, hamı bir şəxsə qonaqdır və qəlblər də bir-birinə yaxınlaşır. İnsanlar bir-birinə də mehriban olur, olmalıdır. Çünki hamı bir süfrənin kənarındadır. Elə bir qonaqlıqda iştirak edən insanlar, belə deyə də dünənə qədər araları yox idisə də oturublar bir süfrədə məcbur olur ki, ünsiyyətləri yaransın. Hamı bir Allahın qonağıdır Ramazan ayında. Ona görə də bir-birinə qarşı mərhəmətli olur. Təbərrük üçün Peyğəmbərin hədisindən oxuyub qısa tərcümə edirəm sizin üçün. Buyurur: "Və təsəddəqu alə fuqaraikum və məsakinikum və qirru kəbairakum vərhamu siğarakum vəssilu ərhamakum vəhfəzu əlsinətəkum və quzzu ammə la yəhillun nəzəru iləyh əbsarakum və ammə la yəhillu istima'u iləyh əsma'akum." Buyurur, ehtiyaclılara kömək eləyin bu ayda. Fəqirlərə kömək eləyin, miskinlərə kömək eləyin. Əlinizdən gələn qədər yardım göstərin. Böyüklərinizə hörmət eləyin, ağsaqqallara ehtiram göstərin. Hörmət eləyin. Kiçiklərinizə səbirli olun, rəhimli olun, uşaqlarınızı incitməyin bu ayda. Qəlblərini alın, qəlblərini sevindirin. Kimlərlənsə aranız dəymişdirsə qohumlardan çalışın aranı düzəldin. Gedin baş çəkin, iftara dəvət eləyin, iftar süfrələri təşkil eləyin. Buyurur, kim bir orucluya iftar versə bir qul azad eləmiş kimidir, Peyğəmbər buyurur. İmkan olan qədər iftar süfrələri təşkil eləyin və insanları dəvət eləyin. Vəhfəzu əlsinətəkum, dilünüzə çox nəzarət eləyin. Olar ki, bugündən qərar verək. Bugündən qərar verək ki, Ramazan ayı boyunca nəinki günah sözlər, şübhəli sözlər də danışmayacağım. Ümumiyyətlə, cəmaatın barəsində danışmayacağım. Cəmaatı müzakirə eləməyəcəm. Bircə ay məşq eləyin. Yaxşı sözlər danışacağım. Kiminsə lap belə haqqım da var deməyə deməyəcəm. Dilinizi qoruyun bu ayda. Gözünüzü yumun sizə haram olan şeylərdən, Peyğəmbər buyurur. Və qadağan olunan, eşidilməsi qadağan olan sözləri qulağınızı bağlayın. Biri birinin sözünü danışanda demirəm onu azı sözləyin. Deyin ki, xahiş edirəm ki, başqa bir mövzuda danışaq. Ona da acı deməyin, ona da başa salın ki, indi nə edirik məsələn, kimisə oturaq buradan müzakirə eləyək. Lap haqq danışırsan, lap olar, Allah icazə də versə, axı bundan mənə nə fayda var? Bundan mənə nə xeyir var? Ya sənə nə xeyir var? Gəlin özümüzdən danışaq, öz dərdlərimizdən danışaq, öz problemlərimizdən danışaq. Ya öz dərdimizdə olaq ümumiyyətlə ki, onda bu nöqsan, bunda bu nöqsan, bəs məndə nə qədər nöqsan? Bir ömür bəs eləməz ki, mən öz nöqsanlarımı araşdırım, cəmaatın nöqsanları ilə məşğul oluram. Bu Peyğəmbərimizin hədisidir. Ondan sonra buyurur, Ya eyyuhən nas, mən həssənə minkum fi hazəş-şəhr xulqəhu kənə cəvazən aləs-sirat yevmə təzillu fihil əqdam. Buyurur ki, kim bu ayda öz əxlaqını gözəlləşdirsə və özündə olan bir mənfi xüsusiyyəti özündən uzaqlaşdırsa, qiyamət günü siratdan keçmə icazəsi, yəni sürətlə keçəcək, sirat körpüsündən, ayaqlar titrəyən gün bu rahat keçəcək. Yəni özümüzü təftiş eləyək, səhvlərimizi. Əvvəllər belə şeylər çox eləyərdilər, vərəq götürürdülər, ay ərzində özündə tapdığı mənfiləri yazırdılar. Demə, mən bilirəm, yazmağın xüsusi təsiri var. Yazırdı ki, məndə bu xüsusiyyət var. Bir vərəq özü görür, amma heç kəsə göstərmir. Bu eyb var, bu nöqsan var. Özü üçün qeyd edirdi, bir dənə portret yaranırdı. Ki, mən kiməm? Mən təkəbbürlüyəm, mən dünyapərəstəm, mən filanam. O mənfiləri qabartmaq lazımdır öz üçündə. Və onlarla mübarizəyə girmək lazımdır. Peyğəmbər buyurur, kim bu ayda bir mənfi xüsusiyyət özündən uzaqlaşdıra, əxlaqında zərrə dəyişikliyi eləyə, Allah onun qədəmlərini sabitləşdirəcək. Və kim şərrini bu ayda cəmaatdan uzaqlaşdırsa, Allah qiyamətdə onu
qəzəbindən uzaqlaşdıracaq. Yəni insanlara bizi yaxınlaşdırır. İnsan Allahdan uzaq düşdükcə cəmaata qarşı da qəddar olur. İnsan Allaha yaxınlaşdıqca cəmaata qarşı da mehriban olur. Mən hərdən baxıram, hamımızın dərdidir deyə bunu deyib sözümü yekunlaşdırıram. Bu son günlərdə, son dövrlərdə o nadan xəvariclərin elədiyi cinayətlərə insan baxır, insan olmağına xəcalət çəkir. Yəni adam nə vəziyyətə qalar ki, diri-diri adamı götürər, yandırar. Hansı dində belə bir cəza var ki, insan diri insanın başını bədənindən ayıra, qışqıra Allahu Əkbər. Bu hara gəlib çatıb? Bu neyniyib ki, bu vəziyyətə düşüb? Və dünya da bunu görür, min cür cihadist adı qoyur, nə bilim nə adı qoyur. Kişilikləri, mərdlikləri çatmır ki, bu azğınların adını qoysun ki, bu terroristdir, bu bəşəriyyət düşmənidir. Buna qədər də qeyrətləri çatmır deməyə. Hətta bu məsələdə də maraq güdürlər. Görür ki, uşağa baxmır, qadına baxmır, kişiyə baxmır. Qarşısında kimi görürsə deyir ki, bu kafirdir, mənim kimi deyilsə kafirdir, kafir də oldu, malı da halaldır mənə, həyat yoldaşı da, namusu da, qeyrəti də. Bu bir bəladır ki, bəşəriyyəti gəlib tutub. Bu, İslamı, dini gözdən salan bir şeydir. Heç vaxt İslamın bədənində belə də bir qara yaradır ki, bütün müsəlmanlar səfərbər olmalıdır, əl-ələ verməlidirlər, məzhəbindən asılı olmayaraq. Kimsə onları özündən bilirsə, özünün qiymətini versin ki, mən kiməm. Qəsdən təqdim edirlər ki, bu filan məzhəbdir, filan məzhəbə qarşı vuruşur. Vallah o insanların məzhəbi yox, onların dindən zərrə qədər payı yoxdur. Onlar din bilmirlərlər, onlar dinin düşmənidir, onlar insanlığın düşmənidir. Ona görə bu vəziyyətə düşüblər ki, Allahdan uzaq düşüblər. Hələ mən görmədim dünyada bir adam şeytan yolunda baş kəssin, amma Allah yolunda kəsirlər. Eşitmişsiniz üçün şeytan yolunda eləyirəm bunu. Bunu qəsdən dedizdirir şeytan onlara ki, təkbir qorxunc bir sözə çevrilsin. Harada biri təsadüfən Allahu Əkbər zikri deyəndə cəmaat qorxur ki, görəsən kimin başını kəsəcəklər. Belə bir vəziyyətə gətirib bu nadanların əli ilə çıxardıblar. Müsəlmanları bir-birinin canına salmaq üçün. Allaha insan yaxınlaşdıqca insanlara qəlbi məhəbbətlə dolmalıdır. Belə bir din yoxdur ki, kim mənim kimi deyilsə kafirdir. Onu öldürmək, onun hər şeyi mənə halal oldu. Bir firqə yaradıblar ki, işi səhərdən axşamazan adam öldürməkdir. Yəni işi gündəlik adam işə gedər və adamın həyatda amalı budur ki, baş kəsim, adam öldürüm və bunu din adı ilə eləyim. Budur ki, hamı mövqeyini ortaya qoymalıdır. Bu bəlanın kökü bir ölkədə kəsilməsə, bütün dünyanı o da tutacaq. Həzrət Əlinin deyimi ilə desəydir, onlar quduz it kimidir ki, onların qarşısı alınmasa xəstəliyə yoluxduracaqlar başqalarını da. Bu böyük bir bəladır insanlıq üçün. Ramazan ayında Allahın Peyğəmbəri, bu dini gətirən adamın sözlərinə baxın ki, insanlara mərhəmət göstərin. Fəqirlərə yardım eləyin, yetimlərə əl tutun, yetimlərin başına sığal çəkin. Din bunu təbliğ eləmək üçün gəlib, yoxsa çatanı düşmən elan eləyib başını kəsmək üçün? Allahdan kömək istəyək bu aylarda, bu günlərdə ki, Allah bu bəlanı müsəlmanlardan uzaq eləsin. Və təkcə dua ilə kifayətlənməyək, həm də eyni zamanda öz mövqeyimizi ortaya qoyaq bir müsəlman olaraq. Bütün məzhəblər əl-ələ verməlidir. Qardaş kimi bunlara qarşı çıxış eləməlidirlər. Və sözümün sonunda bir nöqtəni də deyib sözümü tamamlayıram. Ramazan ayının həm də özəl xüsusiyyətlərindən biri budur ki, biz Allah dostları ilə bir yerdəyik. Bu ziyafətdə İmam Zaman ağa da var, biz də varıq. Yəni Allah fürsət verib ki, ilin başqa günləri ağa itaətdədir, biz yox. Amma burada biz də həmin o süfrənin kənarındayıq ki, İmam Zaman o süfrədədir. Və belə bir ümid yaranır bizdə ki, ev yiyəsi baxmaz da yaxşıdır, pisdir. Hamıya nəsə eləyər. O yaxşı qonağının hörmətinə görə biz pislərə də nəzər eləyər. Çünki qabağa yemək qoyanda da demirlər ki, bu pisdir, buna verməyək. O yaxşı əziz qonaqlarının hörmətinə Allah bizə də nəzər eləyər. Çünki biz də onlarla bir yerdəyik. Onlarla bir yerdə olanda onun rənginə boyanırsan. Yaduza salın bayram namazının qunutunda nə dua eləyirik. Bu dua bunu ifadə edir. Və ən tudxiləni fi kulli xeyrin
ədxəltə fihi Muhammedən və ali Muhammed. Deyir, bütün o xeyirlər ki, Peyğəmbər və onun əhl-i beytinə vermirsən, onları mənə də ver. Yəni, oruçdan bir yerə çatır ki, Allah icazə verir, bunu istəyəsən. Peyğəmbərə, əhl-i beytinə, öz övliyalarına Allah hansı nemətləri veribsə, mənə də ver. Çünki biz bir süfrənin kənarındayıq. Allah bizi Ramazan ayının feyzindən, fəzilətindən binəsib eləməsin inşallah.